Zaur, bu gün nəhayət o gündür. Biz açıqlayırıq ki, sən hansı millinin fanatısan uşaqlıqdan. Əslində rəngdən bəllidir artıq, amma Zaurun dilindən eşitək. Hollandiya demək istəyərdim, amma ölkənin adı dəyişimli Niderlanddır. Çətinliklə də olsa Niderland deyək. Yəni elə bir komandadır ki, adamı ağlar qoyubdu bu komanda. Neçə final görüb? 3 final görüb, 3-ündə də uduzub. Yeganə komandadır ki, 3 final görüb, 3-ündə də uduzubdu. Niyə Arsenal elədi də? Yığma komandalardan deyirəm də. Arsenal heç olsa kubok var. Elə bir yığma komanda Arsenal forması deyirəm belə. Zaten Arsenalda elə bir ara Hollandlar da belə Bergkamp vardı. Dennis Bergkamp vardı, Robbie Van Persie var idi. Nəysə. İkisindən artıq sayılmadıq. Fransızlar çoxluq təşkil edib orada. Arsene Wenger Van Bronckhorst var olubdu. Hə, Van Bronckhorst ayısı. Dostlar, hər vaxtınız xeyir olsun. Mənim adım İlkindir. Mənim adım Zaurdur. Biz qaldığımız yerdən davam edirik. F qrupu ilə bağlı fikirlərimizi sizə deyəcəyik. Sizə əvvəldən sadəcə bir dənə xahişimiz var. İzlənmə, bütün o alqoritmlər nə tələb eləyir? Paylaşın, bəyənin, fikirlərinizi yazın. Əsas məsələ fikirlərinizi oxuyuruq. Fikirlərinizə yatıb dururuq. Və getdik, Zaur, başlayaq elə Hollandlardan. Gəh Hollandiya deyək də olaraq. Hollandiya, mən də dilimə Niderland yatmır. Niderland krallığa rəsmi adı belədir. Hollandiya dünya çempionatına dediklərinə görə belə ihtişamlı gəlirlər. Yəni, başqa cür olacaqdır. Amma nə bilim, görəcəyik. İtki olaraq Xavi Simons yoxdur. Frimpong'u itki sayırsan? Frimpong dilinin bəlasına düşdü. Frimpong dostlar, Frimpong deyib ki, 3 gün əvvəl, o heyətlər açıqlamamışlar, 3 gün əvvəl deyib ki, məncə Depay bizim olmazsa olmazımızdır, mütləq şəkildə heyətdə olmalıdır. Koeman da deyib ki, problem yoxdur, olmalıdır, olsun da, amma yerimiz yoxdur, sən düş, o minsin. Ancelotti'nin elədiyini eləyibdir Ronald Koeman. Necə ki, Joao Pedro'nu çıxartdı. Səncə hansı peşman olacaq? Ancelotti yoxsa? Ancelotti Joao Pedro'nu gətirdiyinə görə peşman olacaq? Gətirmədiyinə görə, yoxsa Frimpong ciddi itki deyil məncə? Frimpong ciddi itki deyil. O cinahda, o mövqedə onsuz da oyunçuları var. Niderlandın, Hollandiyanın. Ancelotti onsuz da peşman olubdur gətirdiyinə. Neymar qalıb o vəziyyətdə. Xavi Simons dediyim kimi yoxdur. Neçə illərdir Hollandiya sırf forvard 9 nömrə, yəni illərlə bu komandanın həmişə yaxşı 9 nömrələri olubdur. İndi neçə illərdir qalıb bir də Memphis Depay'ın ümidinə. O da ki, elə bir oyunçudur ki, yəni havasında oynayır da, nə vaxt beyninə düşdü. Amma burada bir şey var, Zaur, bax, Koeman'a mətbuat konferansında sual verdilər ki, Weghorst elə də yaxşı mövsüm keçirməyib, sən Weghorst'u dəvət edirsən, amma Zian Flemingi dəvət eləmirsən, Burnley'dən. O da, indi orada interpretasiyalar fərqlidir. Məsələn, Türk mətbuatı yazıb ki, tanımıram onu, o mümkün də elə şey desin. Rus mətbuatı yazdı ki, doğru. Yəni, faktı təsdiq edib ki, Zian Fleming o qədər qol vurub, amma yəni, Depay'a, şey, ikinci məsələ bilsən nədir? Daniel Malin 9 nömrə kimi özünü göstərdi. Qış transfer pəncərəsindən bu tərəfə sayısaq, Avropada o mövqedə ən yaxşı oyuncu sayılır. Transferlərdən gedirsə söhbət, birbaşa transferlərdən gedir söhbət. Yəni, qol qatqısı, birbaşa qollarından bağlı. Yəni, Gasperini onun içindən canavar çıxartdı. 9 nömrə kimi Malini gözləyir hamı. Hərçən də onun əsas fişkası sürətdir. Mən inanmıram 9 nömrə oynasın. Ronald Koeman onu çox güman ki, hücumun sağında istifadə eləyəcək. Hə, o Holland məşqçilərin belə bir şey də var, dediyim dıdıqdır söhbəti. Hə, bu çox məşqçi də var, özdə köhnə məşqçilərdə. Çox güman ki, yenə Memphis Depay 9 nömrə kimi oynadacaqdır. Solda Gakpo, sağda Daniel Malin. Amma Brian Brobby var, Sunderlanddən. Yəni, əslində... O da mövsümü ikinci yarısında dəhşət olur. Yəni, 9 nömrə kimi o çox yaxşıdır. Brian Brobby oynasa 9 nömrə kimi, Depay sonradan meydana salsa daha yaxşı olur. O yaş deyil də, səhv 34 yaşı var. Həm də ki, Memphis Depay sadəcə topu itirsin, belə texnikal, yaxşı oyuncudur, amma çox top itkisi və belə xaraktersiz oyuncudur sanki.
Orta Cinata xəttdə Somerville var. Baxmayaraq ki, West Ham Somerville, düşdü, bəli. amma çox yaxşı. yaxşıdır, amma yəqin ki, Malen orada oynayar çox güman Noah ki. Lang da var. Adamın seçimi çoxdur. Noah Lang'ı sonradan yəqin meydana salar, mən elə fikirləşirəm. Yox, Gakpo. Əsas yəqin ki, Əsas Gakpo'dur. Keçən dünya çempionatında da Gakpo Bəli. komandanın yəni qol vuran ayağı Gakpo'ydu. Bəli. Əsas o qolları o vururdu. Amma düşüş var Gakpo'da da. Bu ümumiyyətlə Liverpoolun durumundan dolayıdır. Liverpoolda Arne Slot'u da yola saldılar. Andoni Iraola gəlir. Aha. Və orta xəttdə, sən təsəvvür elə, orta xəttdə Hollandiyanın ən bahalı oyunçusu Ryan Gravenberchdir. Mən demirəm Ryan Gravenberch zəif oyunçudur, amma yəni o olmamalıdır da. 90 milyon qiyməti var. Orta xəttdə odur, Frenkie de Jong'dur. Ya Justin Kluivertə, ya da ki Tijani Reinders'ə üstünlük verəcəkdir. Çox güman ki Tijani Reinders oynayar. Reinders hərçənd City-də, yəni o lazım olan dəqiqələri almadı. Mövsüm Nə əvvəlində çox yaxşı idi, sonradan zəifləməyə. Amma məncə Hollandiya millisinin sxeminə uyğundur, oyun taktikasına uyğundur, qəşəngdir və hətta o 9 nömrəni pozisiyonlu hücumlarda əvəzləyir. Orada fərqli narabotkalar var da. Bir də bir şey deyim Zaur sənə. Mən bu oyunçunu çox bəyənirəm. Mats Wifferlə Gustili çox bəyənirəm. Gusti ümumiyyətlə PSV-də düşünən beynidir, əladır. Koopmeiners yəqin sonradan oyuna daxil olur və əsas məsələ Zaur, adamların müdafiədəki lüksu var, əməli başlı. Nathan Ake, hər nə olur olsun. Denzel Dumfries sağda yəqin ki o oynayar. Məncə turnirin ən yaxşı sağ beklərindən biridir. Hətta məsələn full bekdir də o dala qabağı işləmək üzrə götürsək. Julian Timber stoperdə oynaya bilər, sağda da oynaya bilər. Çox güman ki stoper kimi nə olur olsun Van Dijk, Mickey Van de Ven solda da oynaya bilər, mərkəzdə də oynaya bilər, sürətinə görə solda da oynaya bilər əslində. Van Heke var Brightondan, çox yaxşı formadadır o da. Yorel Hato da ki, o da yenə də komandasının bəlasına keçib. Əslində Chelsea indi vəziyyət elədir ki, bir də qapıçı səncə kim olacaq? Robin Ruff da yaxşıdır. Bart Verbruggen olacaqdır. Mən Verbruggen'i bəyənirəm, amma Mark Flecken zəifdirmi səncə? Zəif Flecken deyil. də Brightondan gedib bu arada yox, Brentforddan getdi, Bayer Leverkusenə. İkisi pis deyil. Ya Robin Ruffdansa məncə təbii Flecken ya da Bart Verbruggen olacaq. Birinci yerdimi Hollandda? Belə görüntü ilə, yəni göstəricilərlə Hollandiya birinci yer kimi görünür, amma mən deyirəm ki, əgər Yaponiya, indi növbəti dəfə Yaponiyadan danışacaq, Yaponiya keçən dünya çempionatındakı kimi oynasalar, onlar hətta qrup birincisi kimi qrupdan çıxa bilərlər. Mən onu demək istəyirəm. Məncə ümumiyyətlə Hollandiya kimi komandalardan biz danışırıqsa, qrupdan çıxmağını, birinci yerdə, ikinci yerdə çıxmağından çox hara qədər gedə bilər məsələsini müzakirə etmək lazımdır. Maksimum 4-də 1-ə qədər gedə bilər. Maksimum? Maksimum 4-də 1-ə qədər, bəli. Valla mən sənə deyim, ağıllı məşqçi, yaxşı məşqçi, normal heyət qoysa ortalığa, Hollandlar, məsələn də o Depayı at qırağa, hücumda Depay olmasın 9 nömrə kimi və s. də, nəsə, detallara çox getməyək, yarım final görəsi komandadır. Bəlkə də ola bilər, amma mən Hollandiya elə bir komandadır ki, ən güclü vaxtında belə yarım finala kimi gedir və yəni komandada sanki xarakter çatışmır. Komandada sanki bir nəsə çatışmır da, onlar axıra kimi gedə bilmirlər. Yəni sağa solu xəşləməyi də bacarırlar. Bəli. Epizodları. Ona görə qrupdan çıxacaqdır. Bəlkə birinci yerlə, bəlkə ikinci yerlə bilmirəm. Təbii ki, azarkeşlik edəcəm, amma adamı elə pis vəziyyətdə qoyurlar ki, yəni azarkeşləri də öz adımdan deyirəm. Ona görə Hollandiyada ən rəngarəng azarkeşlər də öz yeri gəlmişəm. Şou göstərdilər həqiqətən küçələrdə. Şou göstərirlər və Hollandiyasız dünya çempionatı həqiqətən də İtaliyasız necə dünya çempionatı çətindir. Hollandiyasız da, Hollandiyada yəni total futbol deyəndə, yəni Hollandiya deyəndə başqa. Onda Zaur keçək Yaponlara. Yaponlarda qapıda bir mənalı şəkildə Zion Suzuki'dir. Məncə turnirdə Parma bu mövsüm o yəqin ki onu satacaq. Suzuki yaxşı formadadır. Baxın ki Parmadadır. Olsun. Yəni Parmadan indi futbolu izləyənlər, yəni Z nəsli Parmanın vaxtlarını bilmir. Parmadan çıxan oyuncular dostlar, yarısı qızıl top qazanıb az qala. Cannavarosundan tutmuş, nə bilim də orada kimlər var idi. Say qutarmır. Hernan Crespo'dan Thuram oynayıbdı, Buffon oynayıbdı, Buffon oradan əsas oldu. Dilivio, nə bilim, indi köhnə nəsil olanca bilər. Veron. Amorozo var idi. Dəhşət heyəti var həqiqətən də. Deməli, dostlar,
Məncə Zaur, indi yaponlarla bağlı, yaponların ən güclü deməli xətti nədir? Heyətə baxıram. Müdafiə zəifdir. Mənə görə zəifdir. Baxmayaraq ki, Hiroki Ito var Bavariyadan. Yaşdaşmış artıq belə deyək də. Yoshida var. Hə, Yoshida çox yaşı var həqiqətən də. 38 Nagatomo ümumiyyətlə demirik. Yazıq ağlayırdı. Nagatomo baxdın da 39 yaşında çağırırlar, ağladı. Ko Itakura var Ajax'dan. Eyni ilə məsələn Tomiyasu, Takehiro Tomiyasu var Ajax'da. Və deməli, burada sonra Sugawara heç Werderdən tanıyırsınız yəqin ki. Yəni ən zəif yeri komandanın, millinin müdafiədir mənə görə. İndi sözümü nəyə gətirəm? Məsələn, orta xəttə baxırsan, Wataru Endo yaşlıdır, amma o Yapon kəndlisi var, işgüzarlığı var onda. O Liverpoolda əməli başlı bir oyunçusu. Yəni çox yaxşıdır. Ritsu Doğan var, yəqin bilirsiniz. Daichi Kamada var. Crystal Palace'dan var. Takefusu Kubo var, hərçənd Real çox zədələnir. Satoshi Tanaka var, Ao Tanaka var. Bu belə. Yəni, orta xətt kifayət qədər samballıdır. Hücuma baxırıq. Ayase Ueda. Bu oyuncu haqqında çox heç danışan yoxdur. Yunya Ito. Genkdə oynayan, yəni çox yaxşı oyuncudur həqiqətən də. Daizen Mai'dan tanıyırsınız yəqin ki. Ayase Ueda, Feyenoordda. Ueda bu il gol kraldı Erediviziyada. Oyunda 25 gol vurur. Hə, çox yaxşı göstəricidir. Bəzən o hücumçu eqoluğu bunda həddindən artıq aşırı səviyyəyə qalxır. Amma olsun, yəni Ritsu Doğan var. Ritsu Doğan Eintrachtdan orta xəttə kilit oyunçulardan biridir. Çox yaxşı pasları var. İndi baxıram, yəni bu saydıqlarımızın arasında Daizen Mai'dan bayaq dedim ola bilsin. Hə, bir də Freiburgdan Yuito Suzuki var. Keçən dəfə bunu demişdim. Bu uşağı əməlli başlı Manzambi əvəzlədi şeydə. İsveçrə ilə bağlı danışanda həqiqətən də bu barədə danışdıq. Yəni Freiburg'un olmazsa olmazlarından biridir. Orta xətt, hücum görün hansı səviyyədədir. Müdafiədə ciddi axsaqlıq var. Yaponlar, mən deyirəm ki, dostlar, düşüncəm odur. Dünən məsələn İslandlarla oyunu izlədim, kənd futbolu oynadılar. Kənd uşaqları inciməsin. Amma səbəbdən söz deyim, o biz azdırmaq da ola bilər. Yəni dünya çempionatı əvvəlində ola bilər. Yəni demək istəyirəm ki, bu müdafiəyə sən bel bağlayarsan yoxsa yox. Balanslı futbol oynamağa, kontratak futbolunu oynamağa məcbursan. Yəni sən aşırı hücum futbol oynasan kimdənsə, mən yarım müdafiəmə bax, hücumuma bax, arxayın olub hücuma çıxsan. Üç müdafiə ilə oynayırlar. 3 müdafiə ilə oynayırlar, 3 müdafiə ilə oynayırlar. Orta xəttə ya 4 ya 5. Amma onunla belə çox rahatlıqla 3 müdafiədə yəni oynayırlar. Mənə gəlir ki, bu yəni dünya çempionatında bu cür sən dediyin kimi kənd futbolu oynayası deyil. Mən sən o barədə razı deyiləm. Yox, adamların məsələn ingilislərlə çox yaxşı keyfiyyətli futbolu var. Onu nəzərə alıram. Deyirəm də dünya çempionatı qabağı olur belə şeylər. İz azdırırlar sanki, yəni oxumayasın oyunlarını oynayırlar. İndi dünya çempionatında bəlkə başqa oyun oynayacaqlar. Ola bilər. Həm də sən rəqibləri də fərqli provilllərdə seçirlər yoldaşlıq oyunlarında. Sən bir dənə söz deyim. Keçən dünya çempionatında özü məşqçi dəyişməyibdi. Həmən məşqçidir. 2018-dən yeni məşqçidir. Qrupda kim idi? İspaniya, Almaniya, Yaponiya. Qardaş, Yaponiya qrup lideri çıxdı. Ay qardaş, olmaz olsun elə qrup lideri çıxmağı. Almanların qapısına vurduğu qol nə idi? Top bu qədər çıxmışdı çölə. Yox, bildim də İspaniya hamı gözləyirdi İspaniya, Almaniya çıxdı. Yaponiya çıxdı qrup lideri. Gəldilər, əslində Xorvatiyanın da keçəsi idilər. Gəldilər penallaşmada uduzdular. Yaponlara penallaşmada uduzdular. Millət olaraq çox sevirəm. Çox yəni və onlara mübariz oyun oynayırlar. İtaliya millisi yoxdur deyə mən onlara azarkeş edəcəm bu çempionatda. 2018-də də ən yaxşı Belçikanı, yəni 2-0 udurdular, 3-2 uduzdular. Onda da Yaponlar çox güclüydülər. Yəni mən onlardan nəsə sürpriz gözləyirəm. Sürpriz komandalardan biridir. Yəni əgər Yaponiya qrupdan lider kimi çıxsa mən təəccüblənmərəm, deyim sənə biləsən. Bir Hollandiya azarkeşi kimi deyirəm sənə. Onda belə çıxır ki, sən İsveçi ilk ikilikdə görmürsən. Görmürəm, xeyr. Abi, yəni İsveçin ömür boyu bunlarda problemi var idi, müdafiə problemi var idi İsveçdə. İsveç həmişə nə ilə tanınıb? Zlatan, Henrik Larsson və s. bu tipli oyuncularla çıxmağı ilə tanınıb. Amma məsələn bir şey deyim. İndi müdafiəsinə baxıram. Hjalmar Ekdal Burnley ilə düşdü 2-ci liqaya. Lindelöf yenə kapitan da odur. Lindelöf qardaş Aston Villa'da. Aston Villa'da Unai Emery onu dayaq yarım müdafiəçi kimi oynadırdı. Əməlli başda effekt verməyə başladı. Amma burada təbii ki stoper oynayacaq. Gustav Lagerbilke var Bragadan. İshak Yeni tanıtmaya ehtiyac yoxdur Atalantadan. Gabriel Gudmundsson Leedsdə yaxşı mövsüm keçirib.
və Karl Starfeld deməli Celta'dan. Allaha qurban olum, bu uşaqlardan birinə nəsə olsa, sistem dağılacaq. Xəbərim Mən var. sənə bir dənə söz deyim. Potter pis məşqçidirmi səncə? Yox. Yeri gəlmişə Potter dostlar hələ də 2-ci liqaya düşmüş West Ham'dan maaş alan 3 məşqçidən biridir. West Ham rəhbərliyinin geri zəkalılığı görünən hansı səviyyədədir. İsveç, sən baxdın o seçmələrdə oyununa. Baxdım, İsveç nəyin hesabına gəlibsə, bu onu da Yox, bilirik. bildim Millətlər Liqasına Hə, gəldi hə. çıxdı. Bu Seçmədə ümumiyyətlə neynədir? ədalətsiz bir şeydir. Yox, seçmədə neynədir? Heç. Seçmədə bir qələbə olmadı, 2 xal qazandı. İkisi də Sloveniya heç-heçə. Kosovo Başa ilə düşdüm və Potter nə vaxt gəldi? başa düşdü. Məsələ odur da. Gəldi. Gəldi, düzəltdi də. Ya nə düzəltdin? Sən oyunlarına baxırsan. Yəni mən İsveçdən heç nə gözləmirəm. Ən yaxşı halda 3-cü yerdən çıxacaqdı. Yaponlar İsveçləri udacaq. yarım müdafiəyə baxıram. Yasin Ayari okey. Lukas Bergval okey. Bu Pafosda da səhv etmirəmsə bu Sema Ken var. Azərbaycanla da oynayırdı. Azərbaycanı uduzdular yanında. Yox, Azərbaycan oynayanda 2 dəfə arxa dirəyə qaçdı və tıqqıllatdı. Deməli, Daniel Svensson var. Lukas Bergval var. Bir də bu qabaq Elfsborg idi, Zeneli. İndi gedib Union Saint-Gilloas'a. Qardaş, baxıram. Yarım müdafiəsi, sənə deyim ki, rahat keçiləsi yarım müdafiədə. İşi qol vura bilərlər, yaxşı hücum xətti var. Elanga var. Yarım müdafiəni müasir futbolda verdinsə, oyunu verdin. Amma İsveç qrupda qala bilər. Qol da, mən də onu deyirəm, asanlıqla qrupda qala bilər, asanlıqla qol buraxır. Bu mövsüm Newcastle-da bir dənə də qol vurmayan Antonio Elanga ya da Anthony Elanga, Viktor Gyökeres'in təqdimata ehtiyacı yoxdur. Gustav Nilsen Brugge'dən tanıyırsınız. Alexander Isak mövsümü demək olar ki, heç oynamayıbdı. Hə, bu gənc wunderkind var, Ali Taha. O dəhşət driblyordur. Yəni İsveçin Yamalı deyirlər, Neymarı deyirlər. Bu tipli oyuncudur. Qara dərili oyuncu deyir gəlmişəm və Benjamin Nigren Celtic-dən. Mən söyləyim ki, Yaponlar bunları xarakter hesabına rahat uda bilərlər. Hələ şey var, Kulusevski var. Kulusevski zədəlidir, çox güman ki oynamayacaqdı. Sağ ol, Landgren flash var. skor elə göstərir. Landgren var, o da çox güman ki oynamayacaqdı. Və bilmirəm, Graham Potter 3-4-2-1, 3-4-1-2. Hə, üçlü müdafiə standart sadiqdir. Bu da Yaponlar kimi üstün müdafiəyə sadiqdir, amma yəni qol vura bilirsə, yəni qol buraxmağı da rahatlıqla buraxır, onu biləsən. Yox, orta xətti çox zəifdir. Mən elə heç yəni faktiki bir belə deyim də, normal bir winger, normal bir 10 nömrələr də yoxdur. Mən gözləmirdim İsveç çıxsın, Polşanı daha çox gözləyirdim. Elə oldular, 3 şut çıxdılar. Yəni olur futboldur. Futboldur, hə, olur. Bəzən belə də olur. Amma Polşada biraz xarakter çatmadı, dözümlülük çatmadı. Polşada fərqli mövqelərdə 1-2 dənə Lewandowski olsaydı yaxşı olardı. Fərqli mövqelərdə təbii ki, o çapda oyunçular olsaydı. Yazıq bir dənə Matic Keş qalıb orada, ortalıqda bilmir nə eləsin. Zarafatla özünə Mateusz Keş deyir. Mateusz Polşa adıdır. Mateusz Keş. Gyökeres xilas elədi, 3-cü qolu vurdu. Gyökeres deməyək də, Gyökeres. Adam özü İngiltərə Premyer Liqasının rəsmi hesablarında da var, adını elə deyir. Gyökeres, Macarda xəncir. Amma dünya çempionatına görə nə dərəcədə xilaskardır, nə dərəcədə çempionatın ən bahalı hücum xəttlərindən biridir, yeri gəlmiş. Amma mən inanmıram qrupdan çıxsın. Ən yaxşı halda 3-cü yer. Görək də və Tunis haqqında mən heç o qədər danışmaq istəmirəm. Tunis haqqında, Tunisdə ən məşhur adam elə baş məşqçidir. Baş məşqçidir. Lamouchi deyirlər. Hə, Fransa yığmasının oyunçusu olubdu. Fransa 98. Orta baba oyunçu olub da belə. Hə, orta baba da elə çox 4-5 il oynayıbdı, əlindən bir dənə 2 dənə 5 gol vurmayıbdı. Yəni baş məşqçi olaraq odur. Amma Tunisdə deyim ki, sənə bir oyunçu nəsə belə. Bir də yəni bu adam məşqçi olaraq 2014-cü ildə Côte d'Ivoire dünya çempionatına çıxmışdı. Amma yəni məhsuldarlıq Tunisin hücumda çox zəifdir. Müdafiədə də yəni uduzanda da 1-0 düzür, udanda da 1-0 olacaq belə. Adam əlindəki materiala baxır. Material demək istəmirəm, mal sözünə orada vurğu olmasın deyə. Baxır və bir də Young Boys'dan Valerini tanıyıram məsələn, burada var. Elias Şikiri var. Kasım Paşadan Murtaza onası çağırırlar hələ də. Elias Şikiri var. Şikiri yaxşıdır. Eintrachtdan. Hannibal Mejbri var. Elias Aşuri idi Hannibal. Dostlar, unuttum bir şey deyim. Bu PSG-nin 6 yaş kateqoriyasından Halil Ayari adında bir oyuncu yetişir və PSG 6 yaş kateqoriyasında 10 nömrəni də hər adama verməzlər. Bu oyuncuya da deyirəm ki, bir fikir verin. Taha Ali kimi, İsveçdəki Taha Ali kimi fikir verərsiniz. Belə valla bir dənə Sebastian Tuneklidən nəsə gözləmək olar. Adam Celtic-də düzəməlli heç oynamır. Bilmirəm, yəni Sabri Lamuşinin sırf
iradəsinə qalmış bir şeydir. Mən burada komandanın Zaur demişkən, komandanın əsas ulduzu Ləmuşu özüdür. Ləmuşidir. Hə, bir dənə Ben Farhat var, Karlsruhe'dən. Əsas qol ümidlərindən biri odur. O da nə bilim neyə bilər. Amma yəni Tunis ulduzun seçməni olmaması da komandaya müsbət o da təsir ola edə bilər. Ola bilər. Məsələn, komandalar var ki, dünya çempionatına tamam başqa ruh yüksəkliyi ilə gəlirlər. O ola bilər. Bir söz demirəm. Yəni Tunis ola bilər ki, özü heç nə eləməsin, elə komandaları var da, digər favoritlərə baş ağrısı yaratsın. Bu ola bilər. Razıyam. Amma yəni Allah atmasın da Tunis tutaq ki, Afrikada gəldi, nə bilim, qol buraxmadan, uduzmadan gəldi, dünya çempionatına qatıldı. Bu yəni yayındırmasın da izləyiciləri. Bu dünya çempionatıdır. Burada daha çətin olur vəziyyət. Dostlar, bizim düşüncələrimiz belədir. Mənə açığı belə deyək də, çox açıq-aşkar favorit olan bir qrup kimi gəldi və Japonlar olan, bilmirəm, məncə Japonlar Azərbaycanı çox sevirlər. Sushi sevənlər də çox Bir sevir. də sənsən yəni ki, Yaponiya formasını geyimsən. Sushi sevənlər də çoxdur və onlar da Yaponları bəlkə də sevər. Soruşsan ki, məsələn, bir o coffee shop'a girib soruşsan ki, dünya çempionatında kimi azarkeş deyəcəksən, deyəcək ki, Yaponiya. Niyə? Потому что я суши люблю, ona görə də. Sushi deyirsə Yaponiya yazar. Sushi görə Yaponiya azarkeş deyilənlər var. Belə, Tunisi soruşsan deyəcək, Tunis nədir? Tunis arı futbolu. Bir də görsən Tunis tank qrup lideri kimi çıxdı. Hər şey ola bilər, futbol dostlar. Mənə çox, belə deyək də, birinci Hollandlar, ikinci Yaponiya, İsveç, belə bir hələ ki şey gəlir, nədir, belə bir qrup kimi gəlir. Dördüncü yerdə sırf yenə deyirəm, o top klası oyuncuların olmaması öz sözünü deyə bilər Tunis tərəfdən. Amma Tunis futboldur, sürpriz də ola bilər, belə. Aşağı yuxarı. Sən Hollandiyaya uğurlar arzulayıram. Sağ ol. Dostumsan, istəmirəm ağlaya-ağlaya gəl. Məsələn, mən görsən Rahatsan. İtaliya millisi yoxdur, mən rahatam. Hə, rahatsan. Aşağı yuxarı mən də yəni eyni şeyi fikirləşirəm. Ya amma bir ya iki Hollandiya ya Yaponiya olacaqdı, İsveçi. 2 də ola bilər, 3 də ola bilər, bilmirəm. Amma Tunis təbii ki, qrupun outsideridir. Söhbətimizi yekunlaşdırırıq bu yerdə. Fikirlərinizi yazırsınız, dediyimiz kimi. Biz də digər qrupu öyrənmək üçün gedirik Araşdırmağa. Hələlik sağ olun. Uğurlar dostlar.